Allahümme salli ala Muhammed ve ali Muhammed ve azzil rəcəhəm. Ümidvarıq ki, yaxşısınız. Axşamımız xeyirli, bərəkətli olsun. Günümüz xeyrə açılsın inşallah. Sabahlarımız Allah nəzərində olsun daim. Allah elminizə, imanınıza bərəkət versin. Çətinliklərimizin həll olmasına, şəhidlərimizin ruhunun şadına, veteranlarımızın, qazilərimizin şəfasına, xəstə olan əzizlərimizin, yaxınlarımızın, doğmalarımızın şəfasına Peyğəmbər və Ali Peyğəmbər salavatla yad edək. Allahümme salli ala Muhammed və Ali Muhammed və accil rəcəhəm. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Həmd olsun aləmlərin Rəbbi olan Allaha ki, Allah bu günlərdə qismətlədi siz əzizlərlə söhbət etməyə, müzakirə aparmağa, dərdləşməyə. Allah bu müzakirələrimizə, bu söhbətlərimizə bərəkət versin. Bizi öz nəzərindən bir anda olsun belə ayrı salmasın inşallah. Gəlin bu niyyətə Peyğəmbər və Ali Peyğəmbər salavatla yad edək inşallah. Allahümme salli ala Muhammed və Ali Muhammed və accil rəcəhəm. Bugünkü mövzumuz Əmir əl-Müminin Əli əleyhissalamın övladı Həzrəti İmam Həsən Müctəba əleyhissalama etdiyi vəsiyyətin daha bir şərhidir ki, bu məsələdə uğur mövzusu müzakirə eləyəcək, uğur məsələsinə diqqət eləyəcək, insan harda və necə uğur qazanır və bu uğur qazanmasında ona mani olan amillər hansılardır? Vəsiyyətin bu hissəsi bir balaca uzundur. Mən bir neçə burada cümləni qeyd eləmək istəyirəm. Tələbələr özləri də öz kitablarında həmin vəsiyyəti axıra qədər inşallah ki, izləyə bilərlər. Buyurur ki, səni müxtəlif cəhalət və nadanlıqlara görə məzəmmət etdim ki, alim olduğunu zənn etməyəsən. Baxın, Əmir əl-Müminin bu sözü Əli əleyhissalamın. Biz hər dəfə dərsdə bunu vurğuluyuruq. Təbii ki, bu da İmam Həsən əleyhissalam məsumdur. Cəhalət və nadanlıq ona məxsus olmaz. Bu dolayısı yolla böyük alimlərin, ustadların nəzəri budur ki, bu dolayısı yolla biz insanlara, qeyri-məsumlara nisbət verilən sözdür. Kimsə bunu Nəhcül Bəlağədən oxuyarsa və kitabdan oxuyub deyərkən görürsən, Əli əleyhissalam burada oğluna nadan və ya cəhalətdən bağlı məzəmmət edir. Yox, əslində bu irad yersiz irad olar. Bu əslində bizə nisbət verilən məsələdir ki, bəzən də görərsən ki, insanlar bir haqqı, bir mühüm məsələni və digər məsələləri dolayısı yolla çatdırarlar. Ki, Quran da dili bu cürdür. Baxasən, bir məsələni açıq-aşkar deməz, hansısa bir kodlaşmış sözlərlə, düsturlarla, qaydalarla söz sənə çatdırmaq istəyir. Sadəcə bizim də bu zaman böyük mütəxəssislərə, alim və fəqihlərə ehtiyacımız var. Məsələn, acə baxarsan, bir dənə şəri məsələdir, bir dənə fiqhi məsələdir, bir-birinə ziddir. Birində də icazəlidir, birində də icazəlidir. Deməli, burada artıq müzakirələrə, axtarış eləməyə ehtiyac var. Alimə üst tutmağa, fəqihə, mərcəyə üst tutmağa ehtiyac var. Ona görə bəzi məsələlər, bəzi mühüm, istər əxlaqi, mənəvi məsələ olsun, istər tərbiyəvi, istər fiqhi və başqa məsələlər olsun, görərsən ki, dolayısı yolla xüsusi bir düstur qayda ilə insanların cəmiyyətinin nəzərinə çatdırırlar. Necə ki, Əli əleyhissalam bu da səni müxtəlif cəhalət və nadanlıqlara görə məzəmmət etdim ki, alim olduğunu zənn eləməyəsən. Halbuki bizə görə ən böyük həqiqi alim elə Əhl-i-Beyt əleyhissalamdır. Alim o şəxsdir ki, bildiklərini bilmədikləri ilə müqayisədə az olduğunu anlasın. Ona görə də özünü cahil sayır, elm əldə etmək üçün çox çalışır və daim elm axtarır. Elmə meyl eləyir, ona fayda axtarır. Diqqətləmişsiniz, insan oxuyanda, nəsə öyrənəndə başa düşür ki, heç nəyi bilmir. Özə çox maraqlıdır ki, insan bir şey oxuyub öyrənəndə
Nəsə bir boşluq hiss edir. Boşluq hiss edir ki, mən hər nələrsə bilmirəm. Yenə öyrənməliyəm, yenə çox çalışmalıyam, çox öz üzərində işləməliyəm. Həm sənin üçün bir motivasiya olur, bilmədiyin bir şey öyrənirsən. Məsəl üçün, dünən yox, sırağan belə bir dərsdə belə bir söz öyrənmişdik. Səhərun sözü. Kim deyə bilər? Sizcə ərəbcədən səhərun sözü nə deməkdir? Adi bir elementarlı bir dənə sual verim sizə. Təxminən də məntiqlə nə ola bilər sizcə? Səhərun sözü. Nə başa düşürsünüz? Səhərun sözü deyəndə. Bu sırağan mənim. Dünən yox, sırağan bir söz öyrəndik ərəb dil dərsində. Səhərun sözü. Nə gəlir ağlınıza ilk o sözü deyəndə? Ki, ərəb dilindən tərcümədən səhərun sözü. Belə bir fikir, variant yoxdur da beyninizdə. Səhər deyən nə başa düşürsünüz? Səhərun. Səhərun sözü. Səhərun deyəndə bəlkə də bir çoxlarımız deyəcək ki, yəni sabah da tezdən səhər mənasını verir. Çünki bizim xalqın dilində çox işlənən bir sözdür bu söz. Yəni səhər oyanmaq, sübh tezdən oyanmaq, sabah oyanmaq. Yəqin ki, bu mənanı verir. Səhərun sözü. Amma ərəb dilində tərcümədə səhər sözü, səhərun sözü gecə oyaq qalmağı deyirlər. Deyəcəksiniz ki, heç baxsan sözün özünə baxanda səhər ifadəsi var, amma tərcüməsi, mənası gecə oyaq qalmaq deməkdir. Bilmirəm, bu sözü biraz sizin üçün aydınlaşdırım. Belə bir söz eşitmişsiniz, bizim xalqın dilində belə bir söz var. Deyirlər, səhəri 4 gözlə açdım. Səhəri 2 gözlə açdım. Heç eşitmişsiniz belə bir söz. Səhəri 4 gözlə açmışam, nə bilim 2 gözlə açmışıq səhəri. Heç belə ifadələr işlətmişsiniz. İndi səhəri 2 gözlə açmaq, səhəri 4 gözlə açmaq, bu nə məna verir bizim dilimizdə? Yəni gecə oyaq qalmaq. Düzdür? Yəni gecə oyaq qalmaq mənası verir. Yəni bir nəfər desə ki, mən səhərə qədər 2 göz, səhərə qədər 4 gözlə oyaq qalmışam, səhərdə 2 gözlə açmışam, 4 gözlə açmışam. Bunun mənası budur ki, yəni gecə oyaq qalmışam. Maraqlı budur ki, ərəb dilində səhər sözü gecə oyaq qalmaq mənasını verir. Çünki nə qədər belə müəyyən bir bağlılıq var. İnsan belə şeyləri öyrənəndə, mən çox şey bilmirəm. Hələ bu xırda elementarlı bir şeydir ha. Xırda elementarlı, məsələn, fitnə sözü, məsələn. Fitnə sözünü adi t ilə desək, ixtilaf salan, ara vuruşduran mənası verir, söz-söhbət salan, amma ta hərfindən bunu desən, cəsarətli, mərd insana deyərlər ki, fitnə sözü. Nə qədər burada fərq edir, nə qədər burada məna söz dəyişə bilir. Deməli, insan öyrəndikcə, insan oxuduqca başa düşür ki, çox şey bilmir əslində. Bu həm insana ruhi yüksəklik gətirir. Adam daha da oxumağa meylən, həvəslənir, kitab oxumağa, öyrənməyə, mütaliə eləməyə. Və eyni zamanda başa düşürsən ki, heç sən bilmirsən. Cümləmizə minnaz qardaş, çox sağ ol qardaş. Əziz olasın. Ona görə Əmir Əl-Müminin əleyhissalam buyurur ki, alim o şəxsdir bildiklərini bilmədikləri ilə müqayisədə az olduğunu anlasın. Özü alim adam adətən cəmiyyət içində alimin günahını görməzsin, alimin səhvini görməzsin. Alim adam üzdə günah eləməz. Əgər bir alim üzdə tez-tez günah, aşkarda günah edir, o alim deyil artıq. Niyə? Çünki alim adam aşkarda adətən günah eləməz. Alimin həqiqətləri var. Burada əleyhissalam elmi, öyrənməyi, alim olmağı sadəcə məlumat çoxluğu kimi deyil. Əgər hələ mən bir hissəsini oxudum, diqqət elədirsə, daha çox əxlaq və bəsirət sahəsində o məsələ kimi təqdim edir alim. Yəni, alim adamın əxlaqı olmalıdır, alim adamın bəsirəti olmalıdır, arif olmalıdır. Uzaq görənliyi olmalıdır. Bu cəhətdən birinci budur ki, alimin həqiqətində də alim təvazökar olmalıdır. Alim adam təvazökar olmalıdır. Alim o şəxs ki, nə qədər sən buna
Sual versən, bilməsə deyəcək ki, mən bilmirəm, cavab vermirəm. Bəzən bizə qəribə gəlir. Məsələn, mərhum Əllamə Təbətəbaydan bir gün tələbələr soruşur, ya filan məsələ nə cürdür? Dedi, qoy öyrənim, bir dənə deyərəm, sizə xəbər eləyərəm. Sual belə ki, nə əcəb belə ən sadə primitiv məsələlərdə belə bilmirəm, çox rahat deyə bilirsiniz. Mərhum Əllamə Təbətəbay buyurur ki, insan öyrəndikcə Allahın elminin nə qədər sonsuz olduğunu bilir. Bizim bildiklərimiz oxuyanda sadəcə bir dənə damladır. Damla olan kəs özünü oxuyan sanarsa, əsl cahillik bax, onda olar. Təəssüflər olsun ki, bizdə adətdir. Bizdə əzbər danışanı alim deyirlər, əlində kitab tutub, planşet tutub, nə bilim, vərəq tutub dayanana isə əzbərçi deyirlər. Bax, bizim cəmiyyətdə bu gerilik də var. Çox təəssüflər olsun ki, bir dənə ruhani qardaşımız əlində kitabını oxuyub xütbə eləyən görürsə, ona zəif, savadsız kimi baxırlar. Amma kimdə çıxıb əzbər danışırsa, buna alim kimi baxırlar. Bax, bu məsələ də bu da çox mühüm məsələlərdəndir. Alim gərək nə inəsin? Alim gərək bir təvazökar olsun. Alim gərək təvazökar olsun. Bildiklərini bilmədiklərlə müqayisədə az olduğunu anlasın. Və həqiqi alim də bu cürdə. Bu da eyni zamanda əxlaq sahibidir bu adamlar. Ki, Əleyhisselam Nəhcü Bəlağədə orada vəsiyyətdə o cür deyir. O cür deyir. Nadan insanlar bu cür olar. İndi birdən deyirsiniz ki, ola bilər ki, alim adam olsun, həm də ədəbində. Bəli, ola bilər, mümkündür bu da. Təşəkkür, Ramil qardaş, çox sağ olun, var olasın, qurban olarım. Xidmətinizdəyik. Allah dəyməsin sizlərə. Mümkündür, bəli, bir nəfər alim olsun, amma əxlaqda pay olmasın. Bu da mümkündür. Bu da mühüm ola bilər. Niyə də olmasın? Bir cəmiyyətdə bir adamlar çox görmüşük. Universitetlərdə, akademiyalarda. Çox savadlı adamdır, çox elmli insandır. Həqiqətən də baxırsan ki, bu adamın elmində maşallah xeyli irəliləyişləri var. Adam məlumatlı insandır, bazalı insandır. Amma digər cəmiyyətlə münasibətdə, ailəsinlə münasibətdə əxlaqda problem var, ədəbdə problem var. Ya kobuddur, ya insanlarla kobud rəftar edir, pis rəftar edir. Ailəsinə qarşı çox qabadır, cəmiyyətə qarşı. Adam ondan söhbət eləmək istəmir. Baxırsan ki, elm var, amma ədəbdə problem var. Deməli, elm və ədəb əslində bir-birini tamamlamalıdır. Yəni, vəhdətli olsa daha yaxşı, daha gözəldir. Çünki insanlar sənə ehtiyac duyurlar, səndən bir şey öyrənmək istəyirlər. Sən bir dənə şərait yaratmalısan ki, insanlar sənə açıla bilsinlər, səndən öyrənə bilsinlər. Çünki alimin zəkadı budur ki, elmini öyrətsin, insanlara açılasın. Bu alimin həqiqətidir. Ki, alim təvazökar olsun. Nə qədər öyrəndikcə, desin, mən bilmirəm. Bir şey bilmədin dərk eləsin. Bu fərqindəlik əslində alimi təkəbbürdən qoruyar. Baxın, Quranda, hədis və rəvayətlərdə nə qədər belə olub bizim tarixdə qoyub, alimlər olub ki, gəlib yolunu azıblar. Şəlməğani kimi alimlər, Bələnbara kimi adamlar, Şüreyh Qazi kimi insanlar. Çox olub belə insanlar. Ya Peyğəmbər minbərində oturmaq bunlara bir qürur, təkəbbürlük yaradıb. Ya insanların gəlib bunlara möhtac olması, bunlardan bir şey soruşması, özlərin bir şey zənn ediblər. Siz xatırlayırsınız, biz dəfələrlə demişik. İnsan ki, özün bir şey zənn elədi. İnsan ki, özün bir şey zənn elədi, insan məhv oldu. Zərrə qədər özü bir şey zənn eləsən, yəni bu da zənn eləsən, o mənada yox, insanla özünü alçatsın, yox. Yəni özünü zərrə qədər yuxarı tutsa, o insan məhv oldu. O insan zəlil oldu. Alimlər diqqət edirsiniz, çox vaxt sükut eləyərlər. Xətadan qorxduğu üçün sükut eləyərlər. Bilmədiyi mövzulara bilmirəm deyirlər. Amma bizə bir sual verəndə, olsa bizim ilk sözümüz nə olur? Məncə belə olmalıdır. Bir balaca bir şey oxuyan adama sual versən, deyir falan şey belə. Məncə, qardaş, bilmirsən, deyilən bilmirəm. Öyrənib deyərəm. Bir şey deyil ki, bu da. Sən hər şey bilməyin vacib deyil ki. Hər şey bilməyin şərt deyil ki.
Bəzən sadə primitiv bir şey olar, yadından çıxar. Deyəsən, qoy kitaba baxım deyim. Olsa bizdə belə bir şey formalaşır. Kitaba baxıb deyəcək. Əlbəttə, burada eyb bir şey nə var ki? Kitaba baxıb deyəcəkdir. Olur, bəzən suallar verirlər. Bir şəri məsələ, bir fikri məsələ, bir təfsirlə bağlı məsələ. Bir dənə gözlə qardaş, ay bacı, baxım deyim məsəl üçün. Burada eyb bir şey yoxdur ki. Əsas odur ki, sən istədiyini öyrəndin, ala bildin. Sən istədiyini öyrəndin, ala bildin. O bazanı əldə edə bildin. İndi 5 dəqiqə yubandı, 10 dəqiqə yubandı, kitabdan bax dedi, kompüterə bax dedi. Əsas odur ki, sənə lazım olan dedi bu adam. Öyrəndin. Sənə lazım olan bu idi. Çünki sən bilmirsən, biləndən soruşdun. Bilən də müəyyən bir vasitə ilə sən o bildiyin çatdırdı, soruşduğu çatdırdı. Burada qəbahətli bir şey yoxdur. Ona görə alimlər bəzən bilməyəndə deyir, bilmirəm. Alim adam deyir, bilmirəm. Təkəbbürlü adam, loğu adam, qürurlu adam, məncə belə olmalı, yox, belə bu cürdür, filan şey bu cürdür. Bu cür, amma həqiqi alim adamlar sükut eləyərlər, ehtiyat eləyərlər. İkinci məsələ budur ki, alimdə özünə vurğunluq olmaz. Bu cahilin xüsusiyyətlərindəndir. Cahil o şəxsə deyərlər ki, bilmədiyi şey özünü alimi zənn edir və öz fikirlə kifayətlənir. Başqasının da fikrini qəbul eləmir. Öz fikrindən kifayətlənir. Bugün cəmiyyətimizdə bir dəstə belə insanlar var. Nəinki kifayətlənir, heç özündən üstün alimi də saymır. Bir fəqihi, bir müctəhidi alimi saymır, qəbul eləmir. Sənə o elmi öyrədən, sənə o mənbəni, o məlumatı çatdıran insanı belə qəbul eləmir. Hətta saxlayaq, bizim mütləq nə qədər qabağa geçsək, tək başına özlərimizdə işləsək belə bir həddə qədər gedə bilərik. Bütün sahələr budur. İstər əxlaq sahəsində olsun, istər dünyəvi elmlərdə olsun, istər ilahi elmlərdə olsun. Hansı sahədən nə qədər öyrənirsənsə, qabağa get, mütləq bir yer sən dirənməlisən. Hansısa bir yerdə mütləq dayanacaqsın. Və o dayandığın anda, əgər ağlığa qulaq assın, ağıl deyəcək ki, kimə müraciət edər? Bir alimə, bir fəqihə bu sözündən. Ondan soruş. Yoxsa əgərləri özünə sıxışdırmayıb, özünə vurğunluq olsa, özünə bir təkəbbürlük olsa, öz şəxsi rəyinlə kifayətlənsən, o zaman nə olacaq? O zaman sən artıq uçurumun dibində olacaqsın. Və vay o gündən ki, Şürək Qazi kimi olasan, Şəlmağani kimi olasan, Bələnbağrı kimi olasan və qiyas eləyəsən, imamdan dərs alasan, amma imama qarşı çıxasan. Ki, bu tip hadisələr, bu tip insanlar nəticə etibarla gəlib imama qarşı düşmə olacaqlar. Muaviyə savadlı biri idi, ha? Deyin biləsiniz. İndi biz hərdən Muaviyə lənət oxuyuruq. Deyirik, məsələn, Allah Muaviyə lənətləsin. Sizin xəbəriniz var, Muaviyə savadlı olub, elmi adam olubdur. Yəni, biz o lənət oxuduğumuz bəzi düşmənlər var, ha? Siz onları savadsız saymayın, siz onları kütbeyin saymayın, avam saymayın. Nə qədər düşmənlər var ki, savadlı olublar. Mən bilmirəm, sizin bu haqda məlumatlar yoxsa Muaviyə savadlı bir olubdur. Məlumatda da mı idi? Onun da bir səbəbi də elmi öyrənmək, bir səbəbi də o da onu azdırdı. Elə bilirsiniz, hər elm öyrənmək insanı ucaldır, xeyr. Necə ki, bəziləri Quranı oxuyub düşdülər quyun dibinə, bəziləri də Quranı oxuyub ucaldılar, müvəffəq oldular, ali hədəflərə yetişdilər. Deməli, düzgün istiqamətdə oxumaq lazımdır. Müəyyən bir disiplin lazım, müəyyən bir nizam-intizam lazımdır. Hədəfə doğru gedən addımda xüsusi bir təskiyə lazımdır. Ruhun paçlığı lazımdır. Qaranlıq qalan məqamlara çıraq olmaq lazımdır. Daha doğrusu, çıraq tapmaq lazımdır. Ki, o çıraqlar da alimlərdir. Bilmədiyimlə bilmirəm. Və yaxud da bilsən belə, cəmiyyəti, o mürəkkəb cəhalətdən cəmiyyəti qorumalısan, uzaq eləməlisən.
Adamlar var, bir şey bilmir, məlumat yox, onu qəbul etmək istəmirlər. Tip adam var, görsən, bəzi o məlumatlı cahil insanları görmüşsünüz. Nə deyirlər? Ən çox belə söz deyirlər da. Harda yazılıb? Harda yazılıb? Ha, göstərmə, göstərmə. Güya sən göstərsən bu qəbul edəcək. O bizim o köhnələrin bir sözü var ya, at öyvə. Bilmirəm bu sözü işlədirsiniz yoxsa yox. Rayonlardan çox deyirlər. At öyvə. Elə bilirsiniz, mənə Qurandan misal göstər deyənlər hamısı qəbul edir. Dəfələrlə belə bəhslər görmüşük tələbələr arasında ki, deyib, mən bilsəm ki, sən bunu qəbul edəcəksən, mən gətirirəm. Axı, sən qəbul eləməyəcəksən. Sən beynində tutduğu artıq haqq bilirsən. Sənin içində bir dənə Allah var, o sən əmr edir ki, sən haqq sənsən. Haqq sənsən. Birinə bir həqiqətdən danışırsan, həmən mövzunu dəyişir. Bir dənə ümumiyyətlə bəhs edən bəzi adamlara diqqət edin, xüsusən əhli xilafdan. Və elmi olub cahil olan insanlar var. Göstər, mən filan şey göstər. Gördü, o bacar deyir, mən hədisi qəbul eləmirəm. Yox, mən hədisi qəbul eləmirəm. Hədis boş şeydir. Mən Qurandan misal göstər. Quranda var. Deyirsən ki, Quranda haram olmuş aylar adı yazılıb. Və sən bu, hardan çıxarsan bu haram aylar haqqında məlumatı? Və sən hardan bilirsən ki, Rəcəb ayı haram aydı, Zilqəddə ayı haram aydı, Zilhəccə ayı haram aydı, Məhərrəm ayı haramdır. Hardan bildin bunu? Axı, Quranda bunlar yazmayıbdır. Axı, Quranda bunlar yoxdur. İnanın ki, ona da bəhanə gətirəcəklər, mövzunu dəyişəcəklər. Ona da bəhanə gətirəcəklər. Niyə? Çünki bunlar budurlar. Bunların əsas arqumentləri budur. Öz düşüncələrini haqlı çıxarmağa çalışacaqlar. Öz aləmlərində özlərini ağıllı biləcək, cəmaatı azğın biləcəklər. Bir də o yüzden paylaşım gəlir. 1400 ildir sizdən gizlədilən yalan həqiqətlər. Tap başladılar. Quran ayəsinə falan şeydir. Mehdi gəldi, nə bileyim falan kəs gəldi. Nə qədər belə azın insanlar var. Və bunlar siz nəyin nəticəsidir? Elmdə təkəbbürlü insanların. Bir balaca bir şey öyrənib, özlərin bir şey zənn eləməyə məhsulu və nəticə etibarilə o təhsilləri yarımçı qaldığı üçün bir həddə qədər yetişiblər, o həddən sonra öyrənmək istəməyiblər. Bax, bunlar cəmiyyətin ən təhlükəli insanlarıdır. Yadca qədər bir dəfə demişdi, istədi ki, elmsiz dindar cəmiyyət üçün təhlükəlidir. Bir dənə də bugün söz əlavə eləyək, təkəbbürlü dindarlar cəmiyyət üçün təhlükəlidir. Təkəbbürlü, az da olsa məlumatlı insanlar cəmiyyət üçün təhlükəlidir. Təkəbbürlü, elmli möminlər cəmiyyət üçün təhlükəlidir. Bunlar fərqli şeylərdir ha. Biri var, elmsiz insandır, cəmiyyət üçün təhlükəlidir. Elmsiz dindarlardır. Bir də var, elmli dindar, təkəbbürlü dindarlar cəmiyyət üçün təhlükəlidir. Vay o gündən. Vay o gündən. Belə hallar nəyə səbəb olur? İnsanı inada və haqqı qarşı çıxmağa səbəb edir, inkar aparmağa səbəb edir. Gəl alimlə cahilin bir düstur halına, cədvə halına bir dənə düsturun verək. Mövzunu bitirək inşallah. Alim adam özünə baxan nə edir? Alim adamın özünə baxışı nəcürdür və ya cahilin özünə baxışı nəcürdür? Cahil özünü hər şey bilən sanır. Hətta fikir vermişsiniz, cahil adamların sual verməyə bilə cahildir ha. Bilmirəm, belə adamları görmüşsünüz. Yəqin ki, xanımlar yas məclisində belə qadınlar görüblər. Kişilərin yas məclisində belə kişiləri görüb, adamlar görmüşük. Yaslarda, toylarda. Rəqslərində belə təkəbbürlük var. Mahnı sifariş verməndə belə təkəbbürlük var. Bir yemək sifariş verməndə belə təkəbbürlük var. Yemək yiyəndə, valla evdə elə yemək yemirik. Allah'ın da olsun, evdə elə yemək yiyir. Allah'ın da içirəm. Belə adamlar görmüşəm mən. Evdə elə qəşəng batırıb çörək, belə yiyir. Restoranda adam təkəbbür. Bu niyə belədir? Bunu belə qoymam. Bilmirəm mən. Bəlkə də gülməyə çıxır mənim bu hərəkətlərim. Özün bir naza, bir ədaya çəkir. Özün bir qürurlu göstərir toyda, yasda. Gəl oturur, siqaret damağına qoy, güvenli kimin oğlu yasda.
Hörmətdən qoca. Belə qulası belə. Özün belə ağır təbiətdə apar. Axı sən bu deyilsən axı. Sən bu deyilsən. Sən o duruşunla göstərməyə çalış. Bədən sənin bədən dilin deyir ki, yəni sən güya özü bir adam zənn edirsən, güya bir adamsan. Böyük şəxsiyyətsən. Ha vallahi içəri elə bir adam girir ki, 2 qat ayağa qalxsan sırazı həmin dəqiqə. Bilmirəm, sizin bildiklərinizdən xəbər verirəm, yoxsa gördüklərinizdən xəbər verirəm. Mən öz bildik və gördüklərimdən xəbər verirəm. Bunları müşahidə eləmişəm cəmiyyətdə. Çünki biz çox olduq cəmiyyət içində, çox olduq məclislərdə. Sual verəndə də belə cahilانه sual verir, lovğalı sual verir. Hə, zəhmət görün, falan şeyin ətərdir, ay molla, ay molla, ətərdir belə. Əllə, qolunla belə sual. Cahil özünü hər şey bilən sanır, özünə baxışanda. Cahilin özünə baxış qarası bu cür, hər şey özünü bilən sayır. Amma alim ağır, alim bildiklərini az görür, az bir şey bilir. Cahil neyini bilmədiyi məsələdə dərhal inkar edir. Bir adam ki, bilmədiyi şeyi dərhal inkar edirsə, o cahildir. Alim neyir? Alim cahilini etiraf edir. Vallahi qardaş, mən bunu bilmirəm. Öyrənib deyərəm inşallah sizə. Məlumatım yox, oxumamışam, məlumatım yoxdur. Çox sadə, çox sadə. Bilmirəm, bağışlayın, məlumatım yoxdur. Cahilin davranışı nə cürdür? Təkəbbürlü və inatkardır. Ya, belə. Bəzi cahillər var, istəyir onun bildiyin sən qəbul eləyəsən. O bəzi adamlar sual verir, görmüsən, ay hacı falan şey belə deyil ki, düz demirəm. Nə barədə sən orada deyirsən ki, hə düz demirsən. Vay. Bilmirəm, bəlkə də qohumda da evdə, görürsən arvad kişi arvada bir söz deyir. Nə barədə yazır arvad desən ki, ay kişi, səhv deyirsən. Və ya qaynanavız bir söz deyir da, məsəl üçün, vay o gündən deyirsən, ay qaynana, sən səhv deyirsən. Ay qaynana, o sən səhv deyirsən, məsəl üçün da. Vay, ən pis gəlin olacaqsan, ən pis kökən olacaqsan, ən pis adam olacaqsan. Cahil bu təkəbbürlü və inatçı adamdır. İstəyir ki, sən öz bildiyin səhiyyyə etsən, sən düz deyirsən. Gələ sən buna deyirsən ki, ay bacı, ay ana, sən düz deyirsən, halallısa. Düz deyir da, düz deyir. O bəzən görürsən, biz böyüklər yola veririk. Aşağı, sakit ol. Baba düz deyir, nənən düz deyir. Dayın əmin düz deyir, anan. Başı yola vermək üçün ya. O da elə bir ki, düz deyir ha. O da özünə başa düşür. Amma alim neyinir? Alim təvazökar və sakitdir. Alim və təvazökar və sakitdir. Sakit dayanır bir söz demir. Deyir, nə deyim valla, Allah, siz böyüksüz də. Yəqin belə məsləhət ki, nə deyim valla. Haqqa münasibətdə cahilin davranışı necə olur? Öz rəyinə məftundur, yadda saxlayın. Cahil adamlar var, öz rəylərinə məftundur. Dəfələrlə məclisə görmüşəm, xanım çıxıb, ayda deyir, adamlar falan deyir, məsələn, ay qız falancan gördün, gəl adamla görüşmürlər, görünür bunlar, bizdə dindarlar vardı, bizim də qohumlarımız da vardı. Bu nə deyir? Özü elə məclisdə, məclisin elə yerində o sözləri deyirlər ki, sən də hətta tanıdığın adamlar var da, indi toyda rəqs eləyənlər var, nə bilim, indi içki içənlər var, deyək ki, tip adamlar var da, istəyir ki, səni məcbur eləsin ki, sən deyək ki, siz cəhənnəm əhlisiniz. Hə, görsən, bu dindarlar belədir, adam deyilsindirirlər, özə bir adı bucu qoyurlar, adam deyilsindirirlər, dindən deyir, əşbinə din deyə belə dindarlıq var, nə olar, adam əmsi oğlunu öpüş görüşdü, bacısı oğlu, qohum əqrəbasından toyda, nə bilim, doğmasıdır da, hətta birsiz bəzən sözlər deyirlər, hə, o necə yanı, ola bilməz, hansısa kişi, nə bilim, baldızın toyunda, nə bilim, qohumun toyunda, elə sözlər deyirlər ki, adam ağzını açmağa peşmandır ki, bir dən sənə qeyrətsiz deyirlər. Amma alim adam daim haqqa münasibətdə axtarışdadır. Ona görə çalışın deyil, cahillərlə münasibət qurmayasınız. 2-3 kəlmədən artıq danışmayaq. Salam əleykum, əleykum əssalam. Allah köməyin olsun. Allah axırımızı xeyirləsin. Bu dərsdən biz hansı nəticəni çıxardıq? Bir cümlənin bu dərsimizi ifadə eləsək, bu söz deyəcək. Həqiqi uğur, zəfər insanın öz hüdudlarını tanımasıdır. Bilmirəm, o gün tələbələrdən kimdən danışırdıq biz. Bilmirəm, valla kimdən söhbət edirdik. Hə, bizim bir
möminə bacılardan biri var idi. Elə onunla danışırdıq 2-3 gün bundan qabaq. O soruşurdu ki, müəllim, uğur, həqiqi uğur nədir, səadət nədir? Necə eləyim ki, məsəl üçün, nə bilim, kimsə mənə qarşı artıq əsli söz deməsin falan. Onda yadıma gəldi, bu söz yadıma gəldi ki, həqiqi uğur, zəfər insanın öz hüdudlarını tanımasıdır. Əgər sən nəyi bilmədiyini bilsən, öyrənməyə davam edəcəksin. Amma özünü alim zənn eləsən, elmin qapıları öz-özünə bağlamış olarsın. İndi bir dənə söz deyəcəm. İstisna adamlar başqa, kimsə iş ola bilər, kimsə həqiqətən xəstəsi var, ya bir işi var, başqa sahədə çatdıra bilmir. Nə qədər belə bizim canlı yayımda adamlar görmüşük ki, bir müddət gəlib qulaq asıblar, bilirsən niyə? Burada onlara xoş sözlər deyilib ona görə. O xoş sözlər deyilənə qədər səni dinləyiblər, qulaq asıb. Elə ki, xutbələrin birində onlara toxunan bir söz oldu, onlar da bir də gəlmirlər. Özlərini ağıllı hesab edirlər. Özlərini savadlı hesab edir və girib o adamların səhifələrinə baxmışam, cahilanə musiqilər paylaşıblar. Cahilanə videolar paylaşıblar. Deyin ki, yalan deyirəm. Yoxsa görməmisiniz, siz də görmüşsünüz də, biz də görmüşük. Gəlib adamlar dərsdə bəzən qulaq asıblar ki, diqqətdən bir müddətdən sonra indi onlar yoxdular. Mən neçə dənə bir adam tanıyıram, bax, tam səmimi deyirəm. Ad çəkmirəm, özləri də yaxşı bilirlər. Tam səmimi deyirəm, 7, 8, bəlkə də bir 20-30 dənə belə səhifə tanıyıram. Salamımız da var. Baxıram bugün səhifələrinə çox eybəcər, iyrənc videolar paylaşırlar. Çox iyrənc videolar paylaşırlar. Hətta hicabını açan xanımlar görmüşük. Çox biabırçı videolar, çox bayağı səslərlə, geyimlərlə bir şey paylaşırlar. Və təəssüf bəzən də bu paylaşımları övlad və ailənin vasitəsilə eləyirlər. Güya ki, bunlar ailə sevirlər, güya ki, bunlar ailə düşünürlər, güya xoşbəxtliklərini, vallahi heç kimə lazım deyil. Sənin o xoşbəxtliyi kimdə görürüm, heç kimə lazım deyil. Heç kimə lazım deyil. Sənin xoşbəxtliyin Allaha bəndə olmaqlandır. Kimsə orada kommentdə, siz əhla bomba oğlansınız, qəşəng xanımsınız, siz yaxşı mümin, vallahi bu xoşbəxtlik deyil. İnan ki, bu özümüzü aldatmaqdır və yolumuzu azmaqdır. Mən bilmirəm, fikrimi çatdıra bildim yoxsa yox. Bilmirəm. Hər paylaşımda mütləq ilahi bir mesaj verməlisən, mütləq. Belə paylaşımın yoxdursa, heç nə paylaşma. Heç nə paylaşma. Paylaşdıqca batırsan. Paylaşdıqca batırsan. Baxırsan, gözəl göyçək oğlandır. Baxsan, gözəl göyçək xanımdır. Allah imanın kamilləsin. Qardaş da maşallah saqqallı oğlandır, simpatişli oğlandır. Elə video çəkirlər, elə paylaşım edirlər ki, qardaş, lazım, vallahi bu heç kimə lazım deyil. Sən pilləkəndən düşürsən, oradan külək əsir, yoldaşın ayağı bəzən görsənir, bədən əzası bilinir, don külək əsir, onun ayaq hissəsi bilinir. Mən çox-çox üzr istəyirəm bu ifadə eləmək. Allah bağışlayayım mən. Çox-çox üzr istəyirəm. Qardaşın külək əsir, sinəsi görsənir, üzr istəyirəm. Nə bilim, bu ürəyin falan şeyi səndə, nə bilim, gecələr falan. Qardaş, bu kimə lazımdır, qurban olum. Mən bilirəm, sən bəlkə də bunu bilə-bilə eləmirsən. Mən sən haqqıma gələ bilmərəm, əziz qardaşım, əziz bacım. Sən haqqıma gələ bilmərəm, amma bu təəssürat bağışlayır, buna yol açır. Adam var, deyir, mən başqa üçün eləmirəm ki, özüm üçün. Başa düşürəm, Mən bir dəfə demişəm sizə, biz maska niyə bağlayırıq ağzımıza? Özümüz üçün bağlayırsa maskaya ehtiyac yoxdur. Elə havada askır burnun başına axsın, dəsmala sil geçsin daha. Maska ona görə taxsan ki, virus başqasına yayılmasın. Çatdıra bilirəm fikrim elə gəl. Bilmirəm, fikrim aydın oldu yoxsa yox. Sən virus yayırsan, başa düşürsən? Sən virus yayırsan, qardaş. Sən virus yayırsan. Adiləşir, belə hallar adiləşir. Adiləşir bu hallar. Ona görə bir şey geyinəndə, bir libasda, geyinəndə, keçinəndə, alanda, eləyəndə elə şeylər geyinin, elə şeylər alın ki, sən bir də əlindən bir şey düşür, aşağı əylərsən,
bir qəribə forma yaranmasın. Aşağı əlib bir şey götürə bilərsən. Oturanda nəsə bir yer görsənməsin, bilinməsin, üzr istəyirəm. Əzalar bilinməsin. Bunlara diqqət eləməlisən. Diqqət eləməlisən. Çox mühüm məsələlərdir bunlar. Alim adam, mömin insan bəsirət və əxlaq sahibi olmalıdır. İlk növbədə. Bəsirət və əxlaq